Salam bütün kanalımızın izləyiciləri. Xatırladım ki, ilk öncə kanalımız xeyriyyə ilə bağlı görüntülər hazırlamaqla məşğuldur. Yəni burada bizim edə bildiyimiz, asanlıqla etdiyimiz şeyləri haqqında izah edirik, çəkib görüntüsünü yerləşdiririk ki, bunu siz də rahatlıqla edə biləsiniz. Bununla bağlı görüntülər kanalımıza paylaşılır. Misal üçün 15 günə prova almaq üçün izləyin görüntüsündə siz bunu izləməklə heç bir kursa yazılmadan evdə oturub 15 günə gedib prova imtahanı rahatlıqla keçə bilərsiniz. Və ya asanlıqla Schengen vizası almağın izahı. Bu görüntünü izləməklə siz gedib artıq əlavə bir yerə artıq pul ödəmədən vizanı asanlıqla ala bilərsiniz. Və ya YouTube'dan pul qazanmaq videosu və ya ayıltısa evdə hazırlamaq görüntüsü. YouTube'dan pul qazanma görüntüsünün altında çoxlu kommentlər var idi. Yəni biz başlıca olaraq izah etmişdik ki, kanal necə pul qazanan kanala çevirmək lazımdır. Daha sonra bizə daha çox suallar gəldi ki, hansı görüntüdən pul qazanmaq olur, bu görüntü nə qədər qazandı, pulu nə qədər, nə vaxta qazanmaq olur, necə çıxarmaq olur, bu kimi çoxlu suallar gəldi. Hansı ki, YouTube haqqında saatlarla daha çox danışmaq olar. Mən çalışacağam konkret olaraq sizin suallarınızı cavablandırım. YouTube haqqında olan əsas, ən çox verilən sualları cavablandırım ki, siz nə qədər pul qazana bilirsiniz. Əvvəla başdan baxaq və görüntümüzdə yəqin bir çoxunuz izləmişsiniz. YouTube'dan pul qazanmaq, Azərbaycanca qısa izləməyən insanlar birinci bunu izləsin ki, kanalınızı birinci pul gətirən kanala çevirə biləsiniz. Yəni kanal ilkin olaraq pul yaratmaq izah olunur burada və necə edirsiniz? Pul gətirən kanala çevrilir. Daha sonra bizə verilən sualların indi artıq cavabını verək. Misal üçün ən çox verilən suallardan bu görüntü salam nə qədər pul qazanmaq olur, telefondan qoşa bilmirik, yoxsa deməli kart olmadan pul necə götürə bilərik, pulu hansı formada alırıq. Misal üçün siz özünüz qazanırsınızmı, qazanmaq üçün buyurun və ya əlavə bir linklər də atılıb. Çox ətraflı məlumat verəcəm bugünkü görüntüdə. İlk əvvəl hansı nə qədər baxılmalı ki, pul gəlməlidir sualı yanlışdır. İlk əvvəl nə qədər baxılmalıdır sualı yanlışdır. Çünki 10.000 baxışa daha çox pul qazana bilərsiniz. 100.000 baxışa, 10.000 baxışa misal üçün 2-3 dollar qazana bilərsiniz. 100.000 baxışa 1 dollar, 2 dollar qazana bilərsiniz və ya əksinə ola bilər. Və ya 100.000 baxışa 80 dollar qazana bilərsiniz. Bəzi başqa bir videoda 200.000 baxış olar, 5 dollar qazanar ya 2 dollar qazanar. Yəni bu qədər fərq edə bilər. Baxışa nə qədər baxışa nə qədər pul sualı yanlışdır. Siz özünüz qazanırsınızmı sualına? Bəli, bizim özümüzün əlavə bir kanalımız var, hansı ki oradan gəlir əldə edirik və o pulları YouTube'dan alırıq. Bu kanal barədə hələ ki bu kanalda məlumat vermirik. Maraqlananlar üçün bizim YouTube kurslarımızda iştirak edənlər üçün bu kanal haqqında məlumatlarımızı veririk. Bizim YouTube kurslarımız haqqında görüntünün description bölməsində əlavə məlumat verəcəm. Real kurslardır, gəlib iştirak edirsiniz və YouTube komandamızın bir üzvünə çevrilib gəlir əldə edə bilirsiniz. Bunlar haqqında hələ danışmıram. Kanal görüntü necə olmalıdır sualları, mən nə ilə pul qazana bilərəm. Biri deyir ki, mən kanal açıram 5 dollar qazanıram, sonra YouTube bağlayır. Biri deyir, mən kanal açıram, alındıra bilmirəm. YouTube şikayət deyir, bunu istifadə edə bilməzsən, onu istifadə edə bilməzsən, nə etməliyəm suallar. Çox ciddi suallar çıxır. Bu baxımdan məlumat verim ki, pul qazana bilmirsinizsə və YouTube sizi blok eləyirsə, demək siz yanlışlıq eləyirsiniz. Bura görüntü yükləmək lazımdır ki, pul qazanasınız. Görüntü yüklədiyiniz zaman mütləqdir ki, bunu özünüz çəkəsiniz. Ya telefonla çəkəsiniz, ya mən haqqında hazırda danışdığım şəkildə ekranda danışıb nələrsə göstərəsiniz, ya da mütləq hansısa bir formada şəkillərdən düzəldəsiniz. Bu mütləqdir. Siz hardansa kopyaladığınız bir şeylə pul qazanmağa çalışmayın. Bunun ömrü uzağı bir ay gedə bilər və 5-3 dollar qazanarsınız. Yəni burada artıq 300-500 dollar, 600-1000 dollar qazanmaqdan söhbət gedə bilməz. Mütləq özünüz hazırlamalısınız. İkinci sual, önəmli suallardan biri. Nə qədər baxışa, nə qədər pul gəlir? Görüntünüz real olmalıdır. Yalançı bir video qoyub, yalançı bir qapaq şəkli qoyarsanız, girərlər, çıxarlar.
baxış sayı orada olar 5 milyon, gəlir 0 olar. Yəni düzgün bir görüntü hazırlamalısınız ki, real bir görüntü hazırlamalısınız ki, sizin görüntünüzə baxılsın və baxılan zaman girən adam çıxmasın, çıxmayan zaman onun qabağına reklam çıxsın və reklam çıxan zaman onu klikləsin və sizə pul gəlsin. Yəni həqiqi, real, dürüst görüntülər pul qazanır. Yalançı görüntülər heç vaxt pul qazanmır. Xatırladım. Tamamilə öz əziyyətiniz olmalıdır. Yəni YouTube bütün ədalət prinsiplərini hesablayan filtrləri var. Üçüncü sual, pulu necə əldə edə bilərik? Bəziləri bunun artıq müxtəlif yollarını tapıb hazırki dövr üçün. Amma hər kəsə məsləhət gördüyüm, pulu qanuni şəkildə gedib VN açırsınız. Çox asandır. Bunu sizə elə orada izah eləyəcəklər. Necə eləyim, vergiləri zəng eləməklə asanlıqla öyrənə bilərsiniz. Çox kiçik bir miqdarda vergi ödəməklə, yəni gəlirin bir 4%-ni demək. Yəni 100 dollara 4 dollar pul ödəyirsiniz. Kiçik bir miqdarda vergi ödəməklə bankdan pulunuzu əldə edə bilirsiniz. Gedirsiniz bankda hesab açırsınız. Bu da çox asandır. Buna hər birini çox asanlıqla edəcəksiniz. Siz hələ ki buna tələsməməyiniz lazımdır. Birincisi, ilk öncə mən keçən görüntüdə, bundan əvvəlki görüntüdə izah elədiyim şəkildə işləməlisiniz. Keçən görüntüdə izah elədiyim şəkildə işləməlisiniz mütləq. İkincisi, birinci o şəkildə işləyin. İkincisi, pul orada balansınıza yığılsın. Daha sonra, yəni pul qazanmanı aktivləşdirin. 50 dollar keçsin, AdSense-də görün 50 dollarınız var. YouTube sizə məktub göndərsin, daha sonra bunların üstünə düşün, hələ tələsməyin. Sizə ilk öncə necə görüntülər hazırlamaq lazımdır, o maraqlandırmalıdır. Daha çox pul qazanmaq üçün nə etmək lazımdır, o maraqlandırmalıdır. Bunun üçün yenə də qeyd etdiyim kimi orijinallıq olmalıdır. Özünüz hazırlamalısınız, özünüz hər şeyin üstünə durmalısınız, hər şeyi özünüz yaratmış olmalısınız, müəllif özünüz olmalısınız. Və misal üçün bayaq qabağımıza çıxdı ki, burada pul qazanma saytı təşkil edir. Bu kimi şeylərdən istifadə etməməlisiniz. Çünki mən indi bunu şikayət edəndə qazanmaq üçün link qoyub, reklam qoyub. Mən indi girirəm bura, misal üçün sil spam və ya sui-istifadə barədə bildirir. İstifadə kanalıdır, spam və ya sui-istifadə barədə bildirirəm. Spamdır və ya reklam eləyir. Bu kommentlər mənim videomun altına reklam eləyir, seçirəm. Bildirim basıram. Reportunuzu aldıq. Məzmun icma qaydalarını pozmuş olduğu halda silinəcək. Şərh haqqında məlumat verildi. Mən bunu birbaşa silmədim. Mən bunu şikayət elədim. Artıq həmin adam pul qazanmaq istəyən ola bilər bir adamdırsa o. Onun kanalına YouTube-un şikayətlər gəlir. Artıq YouTube o kanal haqqında bir tədbir görür. Ya kanal bağlaya bilər və ya təsdiq gözləyən mesajlar var. Salam dostlar, yəni real hansısa bir reklam yenə burada çıxır. Mən burada bunu spam barədə bildirirəm, sui-istifadə barədə bildirirəm. Artıq həmin kanal aktivliyi çox zəifləyəcək və YouTube-un, yəni belə lore dildə deyək, çünki sizə daha çox məlumat hələ verməmişəm deyə, YouTube-un gözündən düşəcək həmin kanal və gəlirləri artıq çox aşağı düşəcək. Buna görə heç vaxt çalışın bu şəkildə kommentlərdən istifadə etməyin. Yəni belə deyim, YouTube-da real olmayan, haqsız olan heç bir iş görməyin. Gəlir əldə etmək istəyirsinizsə, YouTube-da haqsız olan heç bir iş görməyin. Gördüyünüz istənilən haqsız bir iş, kiçik şikayətlər, bəyənmədim, bu kimi unlike'lar tərəfindən artıq gözdən düşəcəksiniz və YouTube tərəfindən və gəlir əldə etməyəcəksiniz. Həqiqətən real görülmüş işə YouTube qiymət verir. Görüntülərinizi yükləyirsiniz. Əgər həqiqətən pul qazanmaq istəyirsinizsə, yükləyirsiniz, reklamlarınızı eləyirsiniz, istənilən bir şəkildə tutarlı bir görüntülər hazırlayırsınızsa və baxışlardan pul qazanmırsınız. Bir daha xatırladım, baxışdan heç kəs pul qazanmır. Baxılan zaman ortaya çıxan reklamı kliklənən zaman sizə pul gəlir, ancaq gəlir oradan gəlir. Reklamın kliklənməsi zaman sizə pul gəlir. Bəzi suallara bir də baxaq. Siz maksimum nə qədər pul götürmüşsünüz indiyə kimi? Yəni inanaq mən dünən başlamışam, doğru olduğuna əmin olmaq istəyirəm sadəcə. Biz bu günə qədər götürdüyümüz, yəni belə deyim, 1000 dollardan çox pul götürmüşük kanalın birindən. Digər kanallarla da müəyyən qədər artıq irəliləyişlər var. Salam, bir şey soruşmaq istəyirəm. Bu pulu hardan və necə almaq üçün bunun haqqında video və məlumat verə bilərsiniz. Bu pulu, əvvəlcə siz bu pulu yığırsınız. Bu pulu hardan, necə almaq haqqında mən artıq qeyd elədim. Çox sadə və asandır, çox asandır.
vergilərə zəng eləyib banka zəng eləyib hesab açmaq barədə öyrənə bilərsiniz. Vergilərdə beyin asırsınız və çox cüzi bir miqdarda vergi ödəməklə bu pulu çıxarırsınız. Sizə məsləhət görsələr vergi ödəmədən bunu çıxarın, bunu heç vaxt etməyin. Çünki belə eləsəz daha rahatdır, daha yaxşıdır və təhlükəsiz olarsınız ən azından. Çünki bu pulu bankdan alırsınız ən azından. Bu vergi ödəməyiniz ortaya çıxarsa bu sizin üçün daha böyük problem ola bilər. Mənim AdSense-ə bir nəfər yazıb, mən AdSense-ə bağlamışdım 1 aylıq, amma açılmır. Açılmaq ehtimalı var, yox. Bu günə açılmalı idi, amma açılmayıb. Nəyəsə düzəliş eləmək lazımdır, ya özü açılacaq, ya açılmayacaq. Xahiş edirəm ki, salam, mənim AdSense-ə bağlanmışdı. AdSense bağlanmışdı, çox gözəl. Bir də mən qeyd elədim ki, reklamlarınıza tıklanarsa sizə pul gəlir. Bəzi adamlar yalandan özləri bu reklamlara tıklayarsa, ya hansısa bir bayaq dediyim o şikayət olunası işlər görərsə, ya misal üçün yalançı video qoyursunuz, kimsə girir, hayal kırıklığı deyə yoxlayır və sizin kanalınızı şikayət eləyə bilər ki, bu adam yalançı bir görüntü qoyub, yalançı ad qoyub, yalançı video qoyub və AdSense-iniz bu kimi şəkillərdə bağlana bilər. YouTube-un çox müxtəlif gözdən düşmə versiyaları var. Yəni sizin AdSense-inizi bağlayar, kanalınızı gəlirdən saxlayar, 3 aylıq gəlir əldə eləməzsiniz və ya 1 aylıq gəlir əldə eləməzsiniz. Bu zaman AdSense əgər bağlanıbsa 1 aydan sonra vaxt bitəndə öz avtomatik açılır. Yox, çoxdan yüklədiyimiz bir videoya neçə pul qazanmaq olar yazıblar. Çoxdan yüklədiyiniz bir video kanalın, mən keçən dəfə qeyd elədiyim şəkildə pul qazanmanı aktiv eləyəndən sonra o görüntünü edit eləyirsiniz və monetizasiya bölməsindəki quş qoyursunuz ora ki, mən bu görüntüdə pul qazanmaq istəyirəm. Əgər həmin görüntüdə təkrar kiməsə aid olan musiqi varsa, görüntü sizində musiqi kiməsə aiddir. O pul qazanmağa aktiv etməməyiniz məsləhətdir və ya edə bilməyəcəksiniz əgər məşhur musiqidirsə. İkincisi, necə edək ki, musiqidən problem yaranmasın? Axtarış bölməsinə Creative Commons yazırsınız. Və tapdığınız bütün musiqiləri istifadə edə bilərsiniz. Lisenziya bölməsindəki yazıları kopyalamaqla görüntünün altına. Bu zaman sizə musiqi üçün heç bir problem çıxmayacaq. Bir nəfər yazıb, yenə pul qazanmaq səhifəsi açıb, bizim səhifənin yəqin ki adına baxıb belə bir şey açıb və yazıb ki, videoma baxın. 8 nəfər izləyicisi var. Biz bunu yenə spam və ya sui-istifadə barədə bildiririk. Spam olduğunu bildiririk və bu da YouTube-un gözündən düşmüş olur bu gündən. Və ola bilər ki, bu adam belə bura yazıbsa, başqa yerlərdə də yazıb. Başqa yerlərdə də bu şəkildə yazıbsa, mənim kimi bunu YouTube-u düzgün istifadə edən adam qabağına çıxıbsa və onu şikayət eləyibsə, artıq o adam çətin o kanal belə Lordildə deyə özünü tuta. Salam, mən girdim, amma tərəfdaş təsdiq edilir, gəlmədi. Təsdiqlənib gəldi, sonunda yumru işarə gəlmədi. Bu zaman artıq izahını burada yazmışıq. Ola bilər sizin həmin görüntünü o vaxt pulu aktiv eləyə bilmirsiniz ki, orada 18+ görüntü var və ya YouTube seçib ki, bu görüntü filan copyright musiqi var və ya filan copy görüntü var. Ona görə ola bilər aktiv eləyə bilməyəsiniz. Bəs bank akkauntu istəmirlər. Bank akkauntu əlavə etmək olar. Bu şəkildə ən çox verilən sualları cavablandırdıq. Bu görüntünü yenidən izləyərək aktiv eləyə bilərsiniz pul qazanmanı və həmçinin əlavə suallarınızı qeyd edərsiniz. Vacib suallarınızı bizim növbəti görüntümüzdə o suallara açıq aydınlaşdırarıq və gələcəkdə həmçinin bunun davamı olaraq pul qazanmaq üçün necə videolar hazırlamaq lazımdır və daha yaxşı olması üçün necə görüntülər lazımdır və necə yükləmək lazımdır ki, o daha çox pul gətirsin, daha çox izlənilsin və həmçinin görüntüləri yükləyərkən nələrə fikir vermək mütləq lazımdır, nələri etməmək mütləq lazımdır. Bütün bunların izahı olan görüntüləri yenə paylaşacaq ki, bunlardan istifadə edib siz daha çox gəlir əldə edə biləsiniz. Ona görə kanalımızı izləyə bilərsiniz. Elə görüntünün altında subscribe düyməsini basaraq kanalımızı izləsəniz və kanalımızı izlədikdən sonra o kanala notificationları da aktiv eləsəniz, biz görüntü yükləyən kimi yeni görüntü sizə məlum olacaq və faydalana biləcəksiniz. Həmçinin xatırladım ki, kanalımızda viza almaqla bağlı və prava almaqla bağlı, IELTS-də hazırlaşmaqla bağlı görüntülər əlavə olaraq paylaşılıb. Maraqlı olsa elə
həmin kanalımızın özündə Pul Qazan kanalımızda bu şəkil və bu loqo olan kanalımızı izləyə bilərsiniz. Əlavə bir məlumat da verim ki, misal üçün bir adamın heç vaxt götürüb kiminsə görüntüsünü də paylaşmayın. Çünki kiminsə görüntüsünü paylaşsaz 3 ədəd bu şəkildə şikayətlə kanalınız tamamilə bağlanacaq. Heç vaxt bunu etməyin, heç vaxt kopya etməyə çalışmayın. Kanalınız təzə yaranan çox təmiz bir kanal olur. Etdiyiniz bu səhvlərlə kanalınız işlənməyə başlayır və artıq çox gəlir, belə deyək, heç bir xeyri olmayan kanala çevrilir və hansı ki artıq onu YouTube da bəyənmir, YouTube da sizə yardım etmir. Gələcəkdə bu məsləhətləri, məlumatları dərindən verməyə çalışacaq ki, görüntünü necə yükləyin, hansı saatlarda yükləyin, hansı formada yükləyin, hansı standartlarda yükləyin, hansı qaydalarla təqlər eləyin, təqləri çox eləmək xeyirdirmi, yoxsa ziyandırmı, əksinə bəlkə də çox eləməmək lazımdır, az eləməyin hansı üstünlükləri var, hansı formada təqləri yazmaq lazımdır alta, hansı kateqoriya, hansı sayda təqlər və hansı əhatəli təqlər eləmək lazımdır. Ad qoymaq önəmlidirmi? Bəlkə də həqiqətən də heç önəmli deyil. Ad qoymaq zamanı çox axtarılanmı, yoxsa çox baxılacaqmı ad qoymaq lazımdır? Elə qapaq şəklini necə qoymaq lazımdır? Çox baxılması mı lazımdır, yoxsa çox pul qazanılması mı? Çox baxılması üçün bəziləri çox səhv eləyir, çox baxılması üçün qapaq şəkilləri qoyur, amma hansı ki elə bir qaydalara riayət eləyə bilərik ki, biz orada çox baxılmanı yox, çox pul qazanılmanı təmin eləyə bilərik. Yəni bayaq qeyd elədiyim 10.000 baxış yox, 1.000 baxışa 10.000 baxışdan daha çox gəlir əldə eləyə bilərik. Ona görə neçə baxışa nə qədər gəlir əldə etmək sualını unudaq bir dəfəlik və düzgün görüntülər yükləyərək dediyim şeylərin hamısını qeydə alaraq gəlir əldə eləyə bilərsiniz və bu pulları çıxara bilərsiniz. Uğurlar hər birinizə. Kanalımızı izləməyi unutmayın. Salam dostlar. Bugün sürətli şəkildə